Mən Əliyeva Aysun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya Fakültəsinin Tarix və Coğrafiya müəllimi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. 21 yaşım var. Növbəti sualım bu olacaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahanlar necə keçirilir? Yazılı olur, şifahi olur, yoxsa test üsulu olur və çətinlik səviyyəsi necədir? Yəni kəsilən tələbələrin sayı çox olur, yoxsa az? Öncəliklə vurğulayım ki, bizdə imtahan sessiyası tam şəffaf olaraq həyata keçirilir və imtahanlar iki formada olur, yazılı və şifahi formada. Və şifahi formada həyata keçirilən imtahanlar əsasən qeyri-ixtisas fənləri olur, hansı ki, bunlara xarici dildə işgüzar və akademik kommunikasiya fənni olsun və yaxud da ki, Azərbaycan dili üzrə olsun. Yəni bu fənlər əgər qeyri-ixtisas fənlərdirsə, daha çox şifahi imtahanlar keçirilir. Məsələn, İKT kimi fənlər daha çox yazılı formada həyata keçirilir. Eyni zamanda bizdə İKT fənni də keçirilir. Normalda söhbət deyirlər, gəzlər deyirlər ki, tarix və coğrafiya müəllimi ixtisasında oxuyuruq. İKT niyə keçirik? Və yaxud da ki, mülki müdafiə olsun. Əslində isə bizə bir növ olaraq qeyri-ixtisas fənlərinə daha çox mənimsədirlər. Bir növ olaraq bu daha çox gələcəkdə bizim daha çox işimizə gəlir. Misal deyim, bizdə mülki müdafiə keçir. Əvvələn bizdə tarix və coğrafiya müəllimi ixtisasının yanında tibb bacısı və tibb qardaşı adlanır, hansı ki, diplom verir də, bunlar əlavə bir diplom verir də. Burada da bizə praktiki olaraq bir növ olaraq həm bizə, məsələn, yolda biri yıxıldı, ona yardım göstərə bilər, hansı ki, ikinci tibbi yardımı göstərə bilməyimiz üçün müəyyən bir dəstək keçir, hansı ki, bunlar həm praktiki, həm də nəzəri olaraq həyata keçirilirdi. Və eyni zamanda bizdə yazılı imtahanlar isə daha çox öz ixtisasımızla əlaqəli olan fənlərdir, hansı ki, öz ixtisas fənlərimiz daha çox yazılı formada həyata keçirilir. Hər iki formada olan imtahanlar 50 bal üzərindən qiymətləndirilir, 5 sualdan ibarət olur, yazılı və yaxud da şifahi hər ikisi 5 sualdan ibarət olur və 2 saat 15 dəqiqə vaxt verilir bizə və yazılı imtahanlarda bizə 5 A4 vərəqindən ibarət vərəq verirlər, xüsusi olaraq vərəqlər olur. Hansı ki, biz orada sualların başlıqlarını qeyd və oradan başlayıb yazmağa. Eyni zamanda müəllimlər də orada yoxlayacaq. Daha çox orada, məsələn, tələbənin hansı nüanslar vurğulamadığı və yaxud hansı qüsurlar varsa, aşağı hissədə qeyd edilir. Və yaxud da ki, tamdırsa, tam olaraq bal yazılar qeyd olunur. İmtahan sessiyalarında isə daha çox kəsilən tələbələr o qədər də çox olmur. Yəni, düşünürəm ki, bu özü də sevindirici haldır ki, yəni təhsil sisteminin daha çox güc olması ilə əlaqəlidir ki, hansı təşxis keyfiyyəti özü yüksəkdir ki, yəni kəsilən tələbələr daha azdır. Öz ixtisasımla desəm, yəni tarix və coğrafiya müəllimi ixtisasında isə ümumiyyətlə deyim olar ki, çox az hallarda yəni kəsilən tələbə görürük. Yəni, imtahanlar əsasən orta səviyyədə həyata keçirilir. Yəni, dürüst olsaq ki, hansı ki, tələbə əgər oxuyursa, həmin tələbə olsa imtahandan keçəcək. Tələbə oxumursa, imtahanın heç bir məlumatı yoxsa, təbii ki, imtahandan kəsiləcək. Belə deyək ki, müəllimlər isə daha çox obyektiv şəkildə qiymətləndirmə prosesini aparırlar. Hansı ki, burada eyni zamanda 50 bal üzərindən qiymətləndirmə aparılır. 50 bal üzərindən qiymətləndirmənin bizdə tam olaraq 50-sini isə biz imtahandan əvvəl toplayırıq. Bunlar isə bizə aiddir. Hansı ki, kollegiumlar, 10 bal üzərindən kollegiumlar, daha sonra sərbəst işlər, davamiyyət, seminar qiymətləri və s. kimi qiymətlər toplanır. Mən bunu bilmək istəyirdim ki, bəzi universitetlərdə kollegiumlar, digər adıyla midtermlər sadəcə ayın bir dəfə olur. Sizin universitetdə hər ay olur kollegiumlar, yoxsa sadəcə bir dəfə midterm olaraq olur? Hər ay bir dəfə imtahan veririk, cəmi 3 dəfə kollegium imtahanında iştirak edirik. Hər bir kollegium imtahanı 10 bal üzərindən qiymətlənir və sonra onların ortalaması götürülür. Əslində bir növ olaraq digər universitetlərdə bir dəfə həyata keçirilir, amma belə bir məsələ olur ki, orada. Hansı ki, bir dəfə keçirilən universitetlərdə artıq sən əgər tələbə həmin gün halı pis idisə və yaxud da keyfi yaxşı olmayıb, həmin imtahanı yaxşı verməyibsə, bir növ olaraq ümumi balına təsir göstərir. Amma bizdə belə bir şeydir ki, artıq sən birinci imtahana zəif yazmısansa, ikinci, üçüncü imtahanı daha ciddi hazırlaşıb, daha yüksək nəticə göstərirsən və demək olar ki, həmin o aşağı yazdığın imtahan nəticəsi bir növ olaraq tənzimlənir. Növbəti olaraq bilmək istədiyim sual bu idi ki, sizin dərsləriniz hansı korpusda keçirilir və ümumiyyətcə Pedaqoji Universitetin neçə korpusu var və şəraiti necədir? 5 korpusdan ibarətdir, hansı ki, bunlara əsas korpus sahildə yerləşir. Mən isə özüm gənclikdə təhsil alıram, gənclik korpusunda, yəni 2-ci korpusda. Eyni zamanda bizdə 5-ci korpusda var ki, burada 5-ci korpusda daha çox sabah qruplarının tələbələri təhsil alırlar və bu korpusda olan tələbələr xüsusi imtahanlar verib buraya qəbul olurlar, hansı ki, onlar 2-ci kursdan etibarən burada təhsil almağa başlayırlar. Əvvəlcədən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən sabah qrupları üçün imtahanlarda iştirak edir. Uyğunluğu olan tələbələr isə sabah qruplarına qəbul olurlar. Eyni zamanda sabah qrupları üçün bildiyiniz kimi bizdə əlavə təqaüdlər mövcuddur ki, hansı ki, onlar əlavə təqaüd alırlar. Burada da məktəbə qədər ixtisası, informatika, riyaziyyat müəllimi ixtisası kimi ixtisaslarda təhsil alır tələbələr.
Universitetimizin şəraitinə gəldikdə isə, universitetlərdə əslində ağıl lövhələri, daha sonra daha çox müasir dövrün tələblərinə uyğun olaraq dərslərdə həm müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirilir. Yəni hər bir tələbə rəhbər təşkilatı üçün müəyyən bir otaqlar ayrılır və yaxud da ki, tələbələrin asitə vaxtlarına hansı ki, səmərəli keçirə biləcəyi üçün bizdə hansı ki, zallar ayrılır. Eyni zamanda kitabxanalarımız mövcuddur ki, tələbələr orada rahat şəkildə əyləşib, yəni dərslərini oxuya bilirlər.